Mən sadəcə olaraq Asimanı çox sevirəm. Sevdiyimə görə bu hər şeyi eləyirəm. Amma mən sizə bir şey deyim. Mən bura Asiman yollayıb. Dedi ki, sizə satırım ki, yəni o sizi sevmir. Nə? Əlinə tutub. Hala yox, hala Ella da çöktü. Ella da çöktüsə qaqaş, всё. Öpürəm səni qaqaş. всё. Naxadı Sima ilə bir dənə danışıram qaqaş. Kəbik kəsdirib 2-3 il nişanlı qalıb evlənmək olar hala. Asiman qaqaş. Bu Suzad nə deyələ? Bu nə şirinlikdir hala eləyirsən qaqaş. Darıxmayın, hər şey yaxşı olacaq, hər şey ürəyinizdə olacaq, heç ürəyinizi sıxmayın. Qorxdum məndən. Soyunur ola bu. Ay çox sağ ol İsabala. Bu göstərdiyin qayğıya görə çox sağ ol. Çox sağ olun Ella da. Elladan çiynində pencə yatırsan qaqaş sən hala? Hə? Hala sən belə xeyirxah olmusan İsabala qaqaş. Ella da xanım bilirsiniz, bunların hamısı bir qismətdir. Yəni Asiman sizin qismətiniz deyilmiş də. Bəlkə nə bilmək olar. Sizin qismətinizdə Asimandan da yaxşı biri var. İsabalam, Bəli. sən elə gözəl danışırsan. Sən danışdıqca düşünürəm ki, bəlkə haqlısan, bəlkə doğrudan da qismətimdə başqası var. Bəli. Bəlkə o qismətimdəki ilə xoşbəxt ola bilərəm. Elə gözəl danışırsan ki, ürəyimə yağ kimi yayılır. İcazə verərsən, başımı qoyum sənin çiyninə. Sən danış, mən də yavaş-yavaş dinləyim. Ala! Ala Ella da başın Sabalanın çiyninə qoydu qaqaş. Niyə?